Mən Yaşar Rüstəmov 1968-ci ildə Şəftəhal kəndində anadan olmuşam. Kənd məktəbində və Zərdab Texniki Peşə Məktəbində təhsil aldım, 2 il Sovet ordusunda xidmət etdim. Hərbi xidmətimi bitirib kəndə qayıtdım. 93-cü ildə ailə qurdum. Həmin ilin iyun ayında Qarabağa yollandım, 191 saylı hərbi hissənin tərkibində torpaqlarımızın azadlığı uğrunda döyüşdüm. Ağdam, Füzuli, Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak etdim. Ordumuz 93-cü ilin dekabr, 94-cü ilin yanvar aylarında cəbhədə uğurlar qazandı, bir neçə kəndi işğaldan azad etməyi bacardıq. Ağdam istiqamətində də ağır döyüşlər gedirdi. 5 ildən artıq gedən qanlı döyüşlərdən sonra düşmən Ağdamı və xeyli sayda kəndlərini işğal etmişdir. Ağdam istiqamətində gedən döyüşlərin birində ağır yaralandım və 94-cü ildə yanvar ayının 30-da şəhidlik zirvəsinə yüksəldim. İndi ruhum çox rahatdır. Azərbaycanın qeyrətli oğulları Ağdamı da, Qarabağı da düşmən işğalından azad edərək bizim də intiqamımızı aldılar.